Kişi həqiqətən aşiq olanda bunu necə başa düşürsünüz? Kişi həqiqətən Aşiq olanda. aşiq olanda necə başa düşürəm? Bəli, bəli. Baxışlarından ilk öncə. İkincisi isə mən empat olduğum üçün emosiyaları çox dərin belə dalğalardan hiss elədiyim üçün belə deyək. Aha. Artıq bu insanın mənə baxışları dəyişiləndə mən artıq hiss eləyirəm. Aha. Birinci. Hı -hı. İkinci, diqqət, daha çox belə diqqət yetirdiyi üçün, Hı -hı. hədiyyələri, baxışları, vaxtını ayırmağı, hansısa da vacib işini qoyub mənlə vaxt keçirməyəndə o açıq-aydın bilinir. Qızlar məncə bunu daha tez hiss eləyirlər, dərindən belə şeyləri hiss eləyirlər. Yəni ki, aşiq olan bir kişi, oğlan məncə bildirməlidir aşiq olduğunu. Ki qızdan da əks cavabı almaq üçün, yaxşı belə necə deyim, cavabı almaq üçün məncə onu deməlidir, gizlətməməlidir. Çünki mən görmüşəm tez-tez qabağıma çıxıbdı ki, oğlanlar oxumuşam kommentariyalarda, rəfiqələrim də deyibdi, rastıma da belə insanlar çıxıbdı ki, hansı ki bildirmirlər, demirlər, tam əksini göstərirlər və sonra nə qədər vaxt keçəndən sonra deyirlər ki, bəs səndən xoşum gəlirdi o vaxt amma alınmadı, sən belə yox deyərdin falan, ona görə alınmadı falan. Başa düşdüm. Çünki vaxtında dedim mən səndən hardan bilərdim ki, sən belə bir şey hiss eləyibsən, o deməliydim, belə bir şeylər.